Salam əziz izləyicilər. Bugün yeni bir video ilə qarşınızdayam. Bugün köməkçi nitq hissələrindən qoşmanı sizə izah eləyəcəm. Qoşma bilirsiniz ki, 5 köməkçi nitq hissəsindən biridir. Bir xatırlayaq görək, bu köməkçi nitq hissələrinin əsas nitq hissələrindən fərqi nə idi? Ümumilikdə dilimizdə 11 nitq hissəsi var. Bu 11-dən 6-sı əsasdır, 5-i köməkçidir. Baxın, əsas nitq hissələri hansıları idi? İsim, sifət, say, əvəzlik, zərf, feil. Köməkçilər nə idi? Qoşma, bağlayıcı, ədat, modal söz, nida. Əsasın köməkçidən fərqi nədir? Baxın uşaqlar, sizə loru dillə belə izah edeyim də. Bax, əsasın bir mənası var. Necə deyərlər, onu onsuz cümləni təsəvvür eləyə bilmirsən. Çünki onların bir mənası var. Məsələn, qırmızı deyirəm. Qırmızı sözünü izah eləyə bilərsiniz də, düz deyil. Rəngi göstərərsiniz, şəklini çəkərsiniz, izah eləyərsiniz ki, bu rəngdə olan. Və yaxud məsələn, telefon sözün. İzah eləyərsiniz ki, məsələn, danışmaq üçün, əlaqə saxlamaq üçün bir vasitədir. Çünki bu əsas nitq hissəsidir. Amma bir qoşma deyək, məsələn, deyək üçün qoşması. Uşaqlar, bu üçünün mənasını verə bilərsiniz. Necə deyə bilərsiniz? Yəni, məsələn, telefon olsa, telefonun şəklini çəkərsən, izah verirsən. Amma üçün sözünün leksik mənası var, ya da şəklini çəkə bilərsən, təsəvvür eləyə bilərsən? Yox. Çünki köməkçi nitq hissəsidir. Köməkçilərin, uşaqlar, leksik mənası olmur. Yəni, izah edəcəyiniz bir mənası olmur. Onların qrammatik mənası olur. Həmçinin əsas nitq hissələrində. Yəni, qrammatik məna nə deməkdir? Hər hansı bir nitq hissəsi olduğunu göstərir də, bir funksiyası var bunların. İndi gəlirik önəmli məsələyə. Qoşma nəyə deyilir? Qoşma, uşaqlar, ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşulan köməkçi nitq hissəsidir. Yəni, bu hallarda olan sözlərə qoşulan bir köməkçi nitq hissəsidir qoşma. Və uşaqlar, biz köməkçi nitq hissələrinin əsaslardan fərqini keçəndə xatırlayırsınızsa, demişdik ki, köməkçi nitq hissələri söz yaradıcılığında iştirak etmir, köməkçi nitq hissələri suala cavab vermir, cümlə üzvü olmur. Ümumən bu qayda yenə stabildir, qalır yerində. Amma uşaqlar, diqqətli olun ki, köməkçi nitq hissələrindən baxın, bu qoşma, qoşulduğu sözlə bir yerdə cümlənin bir üzvü ola bilir. Məsələn, gəlin bir dənə cümlə deyək, bu cümləni tamamlayaq sizlə. Evə kimi qaçdım. Məsələn. Bax, bu cümləni tamamlasaq, sizin xətrinizə bura bir dənə də mən qoyum. Bax, qaçdım sözü, bir də mən sözü. Qaçdım nə etdim? Feildir, cümlənin xəbəri. Kim qaçdım? Mən. Bu da cümlənin mübtədası. Uşaqlar, kimi burada qoşmadı? Və fikir versəz, ismin özünə əvvəl hansı isim gəlib? Ev ismi. Hansı haldadır? Yönlük halda. İsmin yönlük halına qoşulan bir köməkçi nitq hissəsidir. Və də qaydanı yenə təkrarlayaq. İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşulan köməkçi nitq hissəsinə deyilir qoşma. İndi gəlin sual verək. Evə kimi, hara qədər, hara kimi? Və deməli cümlədə nə olacaq? Təbii olaraq zərflik. Hamısı bir yerdə zərflik olacaq. Yəni, evəni ayrıca götürməyəcəyik hara. Kimini də bura qoşuruq, çünki qoşulduğu sözlə bir yerdə cümlənin bir üzvü olur. Bunu heç vaxt unutmayın. Qoşmada əsas bir funksiyadır bu. Məsələn, digər nümunə baxın. Deyir, sən çıxdın qarşıma duzla, çörəklə. Duzla, çörəklə, bax, nə ilə? Duzla, nə ilə? Çörəklə. Bax, burada la ilə qoşmadır. İsmin burada adlıq halına qoşulub. İndi bunların məna növləri mən sizə aydın izah eləyəcəm. Daha da rahat başa düşəcəksiniz. Dedik ki, qoşma söz yaradıcılığında iştirak etmir. Daha doğrusu köməkçi nitq hissələri söz yaradıcılığında iştirak etmir. Amma qoşma biraz fərqlənir bu vəziyyətdə. Yəni, söz yaradıcılığında iştirak edə bilir. Məsələn, bax, aidiyyət sözünə fikir verin. Aidiyyət sözü isimdir, düz deyil. Amma nədən yaranıb? Aid qoşmasından aidiyyət ismi yaranıb. Deməli, söz yaradıcılığında iştirak edə bilir. Yəni, bəzi məqamlarda. Amma bu, o demək deyil, siz deyəsiniz ki, köməkçi nitq hissələri bir dənə qoşmaya görə hamısı söz yaradıcılığında iştirak edir. Xeyr, ümumi qaydanı versək, köməkçilər söz yaradıcılığında iştirak edirmi? Deyəsiniz, yox, etmirlər. Aha, sonra şəkilçi qəbul etmə məsələsi. Bax, sizin kimilərdən çəkinmirəm. Nə etmirəm? Çəkinmirəm.
kimlərdən? Sizin kimilərdən. Day sizini ayrı götürməyəcəm. Da deməyəcəm kimilərdən. Kimlərdən? Sizin kimilərdən. Aydındır? Hamısı bir yerdə cümlənin bir üzvü olur. Və görürsüz kimi burada əslində uşaqlar qoşmadır. Amma bax, lər şəkilçisi qəbul edib, dən şəkilçisi qəbul edib. Əvvəla gəlin başlayaq qoşmaların məna növlərinə. Ondan sonra önəmli detalları, hansı cümlə üzvü ola bilirlər, onları sizə öyrədəcəm. Deməli, məna növləri necə yaranır? Qoşmalar dedik axı, qoşulduğu sözlə bir yerdə bir məna çaları yaradır. Yəni qoşmanın tərifində önəmli açar sözümüz, kilit sözümüz məna çaları sözüdür. Aha. Başlayaq birinci hansı məna növü? Deməli, bənzətmə, müqayisə mənası bildirən qoşmalar. Uşaqlar, adından məlum olduğu kimi burada bir bənzətmə var, oxşatma var. Məsələn, gəlin birinə baxaq. Məsələn, deyirəm ki, Əli şir kimi güclüdür. Aha. Bax, cümləyə bir dənə fikir verin. Bax, güclüdür necədir? Kim Əli? Necə? Nə dərəcədə, yəni şir kimi. Kimi burada nədir? Qoşmadır və Əli burada nəyə bənzədilib? Şirə bənzədilib. Nəyin vasitəsilə? Kimi qoşmasının vasitəsilə. Və kimi qoşması ismin hansı halına qoşulub desə, deyəsiz şir sözünə və şir hansı haldadır? Adlıq halda. Deməli, adlıq hala qoşulub deyəsiz burada. Yəni, bənzətmə budur. Və bənzətmə, müqayisə, hətta bəzən də tərz mənası bildirir bu məna növü. Deməli, bura hansılara aiddir? Kimi, qədər, sonra tək. Bunlar əslində belə defislə yazırıq. Yəni, bunlar qədər yox əslində, deməli. Qədərə qoymuruq burada defisi, çünki qədər sözü şəkilçi deyil, axı biz bunu şəkilçidə istifadə edirik. Aha. Tək sözü tək bəzən uşaqlar təki formasında da işlənir. Təkin formasında da işlənir. İndi bunun fərqi mən sizə izah edəcəm. Məna olaraq bir fərqi yoxdur. Ca-cə qoşması. Uşaqlar, bax bu gördüyünüz var ha. Kimi, qədər, tək, ca-cə. Bunlar bənzətmə mənası bildirən qoşmalardır. Və bunlar bir-birlərini əvəz eləyə bilirlər. Biz oradan tapırıq ki, hə, bənzətmə qoşmaları hansılardır? Bax, Əli şir kimi gücüdür. Elə qırağa getməyə bu cümləyə baxaq. Kimini burada silərəm, kiminin yerinə qoyaram, Əli şir qədər güclüdür. Və yaxud Əli şir tək güclüdür, şir təki güclüdür, şircə güclüdür. Qoya bilirik də. Deməli, nədir? Bənzətmə qoşmasıdır. Kimi, qədər, tək, ca-cə qutardı. Bənzətmə yaradır. Yəni, bunu belə bu formada rahat öyrənə bilərsiniz. Və yaxud çox düşən deməli, cümlələrdən biri, məsələn, topulda da rast gələsiniz buna. Deyir ki, dəryaca ağlın olsa. İndi bu cümləni tamamlayır. İndi biz tamamlamırıq. Çünki bizdə əsas burada maraqlı olduğumuz məqam qoşmadır. Dəryaca, uşaqlar, bax, çox vaxt salır belə cümlələri. Deyir ki, hansı sözdür ki, tərkibində 2 dənə nitq hissəsi var. Aha, deməli nədir? Dəryaca sözü. Dərya burada isimdir, ca da burada qoşmadır. Dərya qədər ağlın olsa, yəni. Aydındır. Çünki dərya kimi deyə bilirəm, dərya qədər deyirəm, dərya tək deyə bilirəm. Qutardı. Oradan bilirəm ki, bu nə bildirir? Bənzətmə. Bunların qeyri-adi fərqli bir yolu yoxdur. Bu formada rahat öyrənə bilərsiniz. O dəqiqə bir-biri ilə əvəz edin. Düzdür, biz məsələn kimidir, qədərdir, bunları görəcəyik məsafə bildirən qoşmalardır da. Amma rahatdır fərqləndirmək yenə. İndi mən sizə yenə nümunələrlə izah eləyəcəm. Əsas məsələsi nədir? Sinonimləri bir-birinə əvəz eləyirsə, məna növünü rahat tapırsınız. Yəni, dəryaca sözündə kimidir, qədərdir, təkdir, bunları yerinə qoya bildiniz. Bunlar da hansı mənanı bildirir? Bənzətmə. Avtomatik tapasan ki, bu bənzətmə bildirir. Keçək ikinciyə. Baxın, uşaqlar, gəlirəm digər məna növlərinə. Birgəlik məsafə bildirən qoşmalarımız hansılardır? Birinci istəyirəm başlayaq bunlardan. Aha, birgəlik məsafə bildirənlər uşaqlar, deməli, ilədir. İlənin bir şəkilsizləşmiş forması var, lalə. Bu formada da işlənə bilir, yəni. Bura 2 qoyum, lalə. Bir də uşaqlar, ca-cə. Ca-cəni biz bayağı harda öyrəndik?
bənzətmə bildirən qoşmalardır. Düz deyil. Təbii ki, bunu ayırd eləməyə rahat yolu var. Kontekstdə, nümunə daxilində siz çox rahat tapasınız ki, hansı birgəlik bildirir, hansı birgəlik məsafə yazmışam, üzr istəyirəm. Birgəlik vasitə olmalı idi burada. Aha. Deməli, ilə lalə bir də cacə. Nümunə ilə necə tapasınız? Gəlin bir nümunə deyək. Məsələn, deyirəm ki, qələmlə divarı yazdım. Divarı yazdım. Məsələn. Bax, qələmlə divarı yazdım. Nə ilə? Qələmlə. Nə ilə sualına cavab verir də. Təbii ki, biz bunu bu formada tapacağıq da. Yəni, birgəlik vasitə bildirən qoşmaların məğzi nədir uşaqlar? Burada yəni bir vasitə anlayışı olmalıdır. Mən divarda iş görürəm. Nə vasitəsilə? Qələmlə. Və yaxud deyirəm ki, məsələn, çəkiclə divara vurdum. Nə ilə? Çəkiclə. Yəni, bir vasitəm var da mənim uşaqlar. Və kim ilə, nə ilə sualına cavab verməlidir. Birgəlik vasitə bildirən qoşmalar. Yəni, bunun kilit nöqtəsi budur. Buraya yazım. Deməli, kim ilə, nə ilə. Bu suallar birgəlik vasitə bildirən qoşmalara verilməlidir mütləq. Qələmlə yazdım. İndi bunun bağlayıcı ilə fərqini də deyəcəm sizə uşaqlar. Bağlayıcı ilə fərqi nədir? Lalə çünki həm bağlayıcı olur, həm də qoşma ola bilir. Necə tapacam? Rahat burada bir qeyd yazım. Mütləq bunu qeyd edeyim. Bura qısaca yazıram qeyd. Uşaqlar, iləni ya da laləni fərqi yoxdur. Ya da laləni. Aha. Deməli, və ilə əvəz edirsinizsə, olur, uşaqlar, yazaq bağlayıcı. Əks halda olur nə? Qırmızı ilə yazaq, qoşma. Gəlin nümunə deyək. Bu qeydlərim var ha, bunlar birgəlik vasitə bildirən qoşmalara aid. Hələ o birisilərdən danışmıram. Məsələn, burada belə bir yer açım. Məsələn, nümunə deyək. Baxın, 2 cümlə verdim. 2 cümləmdə fərqi tutasınız indi. Ayşənlə Mələk dostdurlar. Birinci cümlədir. Ayşənlə danışmıram, ikinci cümlə. İkisində də fikir versiniz, lə var. Hardan bilim bu hansı qoşmada, hansı bağlayıcı? O dəqiqə qeydimizi yadımıza salırıq. Qeydimiz nə idi? İləni və ilə əvəz ediriksə bağlayıcıdır, əvəz edə bilmiriksə qoşmadır. Yəni, əks halda o deməkdir, əvəz edə bilmirsinizsə. Ayşənlə Mələkdə lənin yerinə və qoya bilirəm. Ayşən və Mələk dostdurlar. Aha, qoya bilirəm. Deməli, bu nədir? Bu bağlayıcıdır. Amma baxın, Ayşənlə danışmıram. Gəlin qoyaq da, Ayşən və danışmıram. Olur, olmur. Deməli, bu nədir? Qoşma. Bundan rahat nə istəyirsiniz? Heç nə, təbii ki. Ən rahat yoldur, həmişə də işə yarayır, həmişə də bu yoldan istifadə edə bilərsiniz. Yəni, lalə sizi qarışdırmasın təbii ki, beyninizi ki, həmişə elə qoşma bağlayıcı. Ola bilər ki, şəkilçi olsun. Orayla təbii ki, əlaqələndirməyəsiniz. Misal üçün bir nümunə də yazım. Məsələn, deyirəm ki, oyuna başladıq. Hə, bu başladığı artıq qatmayın da. Baş sözün köküdür, başdan başlamaq, d ayrı, q ayrı. Uşaqlar, burada la artıq isimdən feil düzəldən şəkilçidir. Burada artıq nə qoşmadır, nə bağlayıcı, heç biri deyil. Və yaxud zərfdə keçdiyimiz, məsələn deyirəm ki, ehtiyatla sür. İndi qısa yazıram. Maşını ehtiyatla sür. Ehtiyat kök idi. La nə idi burada? Zərf düzəldən şəkilçi. Bu da qoşma yaxud bağlayıcı deyil. Yəni, burada la'nın yerinə vəni qoyub deməyin, ehtiyat və sür olmursa, aha, mən bunu qoşma götürüm. Yox, biraz diqqətli olun. Sualına fikir verin. Ehtiyatla sür. Necə sür? Necə sualına cavab verirsə, zərf düzəldir. Başladıq, nə etdik? Bu artıq feildir. Ayşənlə Mələk. Kimi ilə? Ayşənlə Mələk. Yəni, kim? Yəni, belə deyək də. Ayşən kim? Mələk kim? Birincidə təbii ki, olur bağlayıcı, çünki və ilə əvəz edir. Amma ikincidə Ayşənlə danışmıram. Kimi ilə danışmıram? Olur qoşma. Mütləq bu qeydləri götürün. Aha, keçək indi ikinci məna növə. Daha doğrusu digərinə.
Deməli, səbəb məqsəd bildirənlər uşaqlar üçün, görə, ötrü, bir də əsasən sözüdür. Fikir verirsiniz, yazmışam. Səbəb məqsəd, bir də istinad bildirmək. Bax, misal üçün, nümunə deyək yenə. Deyirəm ki, sənə görə ölümə gedərəm. Məsələn, ölümə gedərəm. Baxın, sənə görə. Görə sözünü üçün əvəz edə bilirik. Sənə görə və yaxud sənə üçün olmur, amma sənin üçün deyə bilərəm də. Yəni, bunlar səbəb anlayışı bildirir. Sənin üçün, sənə görə, yəni kim üçün, nə üçün? Ya da səndən ötürü deyə bilirəm, düz deyil. Deməli, bunlar üçündür, görədir, ötürüdür. Əsasən buradan anlayırsınız ki, bunlar səbəb məqsəd bildirir. Və yaxud sənin üçün hər şeyi edərəm. Məsələn, hər şeyi edərəm. Görürsünüz, kim üçün? Sənin üçün. Görürsünüz, bu da onu bildirir ki, səbəb məqsəd anlayışı var burada. Əsasən də uşaqlar istinad bildirir. Məsələn, deyirəm ki, deyilənlərə əsasən, baxın, deyilənlərə əsasən, bugün, məsələn, sədr gələcək. Bu, təbii ki, uşaqlar səbəb bildirmir, məqsəd də bildirmir. Bu, istinad bildirir. İstinad bilirsiniz nədir? Elə bir, məsələn, bir şeydən məlumatlısınız, amma o məlumatınızın müəyyən qaynağı var da, o qaynağa istinad eləyirsiniz, o qaynağı irəli gətirirsiniz. Əsasən funksiyası burada budur uşaqlar. Yəni, deyilənlərə əsasən, deyilənlərə görə də əslində istinad anlayışı bildirə bilir. Yəni, belə deyim sizə, rahat bir yol. Çünki əsasən biz modal sözlə də keçəcəyik sizlə. Burada rahat öyrənəsiz deyə qısa bir qeyd deyim sizə. Deməli, əsasən, mütləq bunu qeyd edin. Əsasən, belə yazmayın, əsasən, görə ilə əvəz ediriksə qoşmadır. Qoşmadsa zaten nə olacaq? Fərqləndirmə yox, təbii ki, nə olacaq? İstinad. İstinad bildirən qoşma. Demək, əvəz ediriksə qoşma, əvəz edə bilmiriksə, deməli, olur modal söz uşaqlar. Bunu mütləq qeyd edin. Bu, önəmli bir qeyddir. Mütləq. Buna aid gəlin bir nümunə də deyim sizə. Nümunəmiz nə olsun? Nümunəni də buradan yazın. Məsələn, baxın, 2 cümlə verdim mən sizə. Necə fərqləndirəcəyik? Şərtə əsasən cavabı tap birinci cümlədə, baxın. Şərtə görə deyə bilirəm, düz deyil. Görə ilə əvəz edirəm. Deməli, bu nə olur? Bu olur qoşma. İstinad bildirən qoşma. Amma baxın, Ayşə əsasən bizdə qalır. Yəni, daha çox bizdə qalır da, əksəriyyət olaraq o anlam verir. Əvəz edə bilirəm, Ayşə görəsən, üzr istəyirəm, Ayşə görə bizdə qalır. Deyə bilirəm, yox. Deməli, bu nə olur? Olur modal söz. Bax, bu şeylərə diqqət yetirin. Modal sözündə 2 tərəfində vergül olur da, bilirsiniz. Təbii ki, bunu da detallı keçəcəyik sizlə. Gəldik digər məna növü olan məsafə bildirən qoşmalara. Məsafə bildirənlər deməli bunlardır. Qədər, kimi, dək, bunlar şəkilçi versiyası ona görə. Bir də uşaqlar, can, cən. Təbii ki, mənaya görə tapasınız. Çünki kimini biz bayaq bənzətmədə də gördük, düz deyil. İndi kontekstə görə tapacaq. Gəlin nümunələrə baxaq. Uşaqlar, baxın, evə kimi ötürdü. Mənim qədər çalışmadım. Bunlar hamısı nə bildirir? Təbii olaraq bunlar məsafə bildirir. Çünki kimini gəlin əvəz edək. Mənim kimi, mənim qədər, deməli, mənim qədər nə idi? Daha doğrusu bu 2 cümlədə fərq var. Bax, evə kimi ötürdü, evə qədər ötürdü, evədək ötürdü, evəcən ötürdü deyə bilirəm, düz deyil. Çünki bir məsafə var. Yəni,
olduğun yerdən evə qədər olan məsafəni bildirir. Ona görə buna deyəsiz məsafə. Amma ikinci cümləyə baxın. Mənim qədər çalışmadın. Mənim dək çalışmadın deyə bilmirik axı uşaqlar. Deyə bilmirik. Çünki bu qədər sözü burada məsafə bildirmir. Burada nə bildirir? Bayaq keçdiyimiz bənzətmə. Baxın, bunları mütləq özünüzdə qeyd eləyin ki, fərqi tuta biləsiniz. O dəqiqə bənzətmədəki sinonimlərlə əvəz edin. Bənzətmədə nə idi? Kimi, qədər, tək, ca, cə. Aydındır. Amma məsafə nə idi? Kimi, qədər, dək, can, cən. Aydındır. Bax, bunlarda əvəz eləyəndə artıq mənanı tuta biləsiniz. Qədəri birincidə qoya bilirik yerinə. Baxın, evə kimi ötürdü, kimini silərəm. Məsələn, nə qoyaram? Baxın. Kimini silirəm, yerinə qoyuram qədər. Məsələn. Evə qədər ötürdük. Deməli, nə bildirir? Birincidə məsafə, ikincidə nə? Bənzətmə. Məna ilə tapa bilərsiniz uşaqlar. Məsələn, dəkə də baxaq birinə, baxaq nümunəyə. Cümləyə fikir verin. Deyir, qapıdan maşına dək qaçdım. Maşına tək olar uşaqlar. Maşına kimi olar, amma düz deyil. Maşına tək olmur. Çünki tək uşaqlar bənzətmə bildirir. Amma maşına kimi deyə bilirsiniz. Amma buradakı kimi bənzətmədəki kimi deyil, məsafədəki kimidir. Bax, bu kimidir. Maşına dək, maşına kimi ya da maşına can. Bax, belə də deyə bilərsiniz. Maşına can. Aydındır. Ya maşına qədər. Çünki qapıdan maşına olan məsafəni bildirir də. Burada olur məsafə bildirən qoşma. Gəldik zaman bildirənlərə. Bunlar yəni adından bəllidir təbii ki, məzmunu, zaman mənası bildirir. Deməli, əvvəl, qabaq, sonra, bir də bəridir uşaqlar. Bunlar zaman anlayışı bildirir. Təbii ki, hala qoşulmalıdır. Xatırlayırsınızsa, zərfdə də keçmişdik. Məsələn, sonraydı, əvvəl idi, elə qabaq bunları keçmişdik bu sözlər eyni ilə. Zərflə qarışdıra bilərsiniz. Qarışdırmamaq üçün də sizə rahat burada nümunələr deyəcəm, öyrənəsiniz. Məsələn, bax, deyirəm ki, səndən əvvəl o gəlib. Baxın, bir də deyirəm ki, əvvəl o, sonra biz gəldik. Burada rahat tapa bilərsiniz. İndi digər bir nümunəni deyim. Məşhur bir nümunə. Qapıdan əvvəl uşaq keçdi. 3 dənə nümunədir. Gəlin baxaq görək. Burada əvvəl sözləri hansı mənanı bildirir? Uşaqlar, birincidə baxsaz, fikir versəz, deməli. Burada görürsünüz, dandənə qoşulub. Dandən nə idi? Çıxışlı hal. Hala qoşulan nədir? Qoşma. Axı qoşmanın qaydası odur. İsmin hallarına qoşulur. Bu qoşmadır. Bunu rahatladıq. İndi gələk ikinci cümləyə. Əvvəl o, sonra biz gəldik. Çünki uşaqlar, burada ancaq sual verməklə tapa bilməzsiniz. Çünki birinci nümunədə də sual verəndə səndən əvvəl, nə zaman? Əvvəl o, sonra biz gəldik. Nə zaman? Yenə əvvəl, nə zaman sualına cavab verir də. Suallar ortaqdır. Suallarla qoşma ya da zərf olduğunu tapa bilməzsiniz. Fikir verməlisiniz ki, əvvəl sözünün əvvəlində nəsə bir hal var? Yox. Yoxdur. Yəni hala qoşulmayıb. Deməli nədir bu? Bu zərfdir, zaman zərfi. Burada həmçinin sonra sözü də zərfdir. Çünki hala qoşulmayıb. Aha, gəldik indi üçüncü cümləyə. Üçüncü cümlə biraz sizi çaşdıra bilər. Çünki bəlkə də düşünmüsünüz ki, əvvəl sözü burada qoşmadır. Çünki dandəni görmüsünüz. Demişsiniz ki, 100% dandən çıxışlı halda hala qoşulursa qoşmadır. Xeyr uşaqlar, diqqətli olmaq lazımdır. Qapıdan əvvəl uşaq keçdi. Bax, əvvəl sözü nətər qapıdan aid ola bilər? Qapıdana necə aid ola bilər? Qapıdan əvvəl. Məsələn, cümləni belə qursam, desəm qapıdan əvvəl kreslo aldıq.
Yəni burada onda olardı ki, qapıdan əvvəl, qapıdan öncə kreslonu aldıq. Amma deyirəm ki, qapıdan əvvəl uşaq keçdi. Əvvəllə qapıdan yerini dəyişə bilirəm də. Əvvəl qapıdan uşaq keçdi. Deməli burada əvvəl nədir uşaqlar? Zərfdir. Heç də hala qoşulmayıb. Amma desəm, qapıdan əvvəl kreslo alındı, əvvəl qapıdan kreslo alındı deyə bilirəm? Yox, çünki oradakı qoşma idi. Gəlin yazım da sizin üçün bu cümləni. Qapıdan əvvəl, bu iki cümləni də yazın, rahat olsun sizə. Məsələn, kreslo alındı. Bax, qapıdan əvvəl. Əvvəl qapıdan bura əvəz eləyə bilirsiniz? Yox. Deməli, bu nədir? Bu olur qoşma. Amma bax, qapıdan əvvəl uşaq keçdi. Məsələn, burada əvəz eləyə bilirsiniz. Bax, o dəqiqə yerin dəyişin. Əvvəl qapıdan uşaq keçdi. Dəyişə bilirsiniz deyə zərf, dəyişənmirsiniz deyə qoşma. Qoşmada niyə dəyişənmirsiniz? Çünki qoşmada işin məğzi odur ki, buradakı sözlər özündən qabaq hal tələb etsin, hala qoşulsun. Ona görə yerin dəyişənmirsiniz. Sonra gərək, məsələn, baxaq bəri sözünə. Qabaqdır, sonra da əvvəldir. Təbii ki, hamısı bunların hala qoşulmalıdır. Düzdür, çıxışlı hala qoşulurlar. Bəri sözünün bəs zərflə ortaq xüsusiyyəti nə idi? Gəlin onu aydınlaşdıraq. Baxın, yenə iki cümlə deyirəm. Deyirəm ki, birincidə bəri gəl. Yəni, yer bildirirəm də, bəri gəl, bu tərəfə gəl. Hara gəl? O dəqiqə sual verim. Haraya? Haraya? Deməli, bu nə olur? Zərf olur. Olur yer zərfi. Zərfdə keçmişik. Amma buna baxın, 2016-dan bəri, yəni 2016-cı ildən bəri görmür. Burada artıq uşaqlar zaman bildirən nədir? Qoşma. Niyə? Çünki dan, dən, hala qoşulub. Amma burada hala qoşulub yox. Ona görə bu olur zərf, ikinci olur qoşma. Yer zərfi zaman qoşması, qarışdırmayın, qeyd götürün mütləq. Qabaq sözü də əvvəl sözü kimi, sonra sözü kimi çıxışlı hala qoşulur. Məsələn, deyirəm ki, misal üçün, səndən qabaq mən gəlmişəm. Mən gəlmişəm. Hala qoşulub, deməli, hala qoşulub, deməli nə olacaq? Olacaq qoşma, səndən qabaq, nə zaman? Özdə qoşma bilirsiniz də, qoşulduğu sözlə biri də cümlənin bir üzvü olur. Zaman bildirən qoşma. Bu da bu qədər rahat. Bəri sözü ilə bağlı qeydi mütləq götürün. Keçək digər məna növünə. Fərqlənmə bildirənlər, deməli, başqa, ayrı, savayı, sonra özgə, bir də qeyri. Bax, bunlar da fərqlənmə bildirir. Gəlin, nümunəsinə baxaq. Məsələn, nə yazaq bura? Yazaq ki, səndən başqa gözü heç kimi görmür. Məsələn, gözü heç kimi görmür. Bax, səndən başqa. O dəqiqə əvəz eləyin. Səndən ayrı, səndən savayı, səndən özgə, səndən qeyri. Əvəz edə bildim. Hamısı ilə əvəz etdim. Deməli, nədir? Fərqlənmə bildirir də. Fərqləndirir. Səni digərlərindən fərqləndirir. Bunun üçün də bax, bu sözlərdən istifadə olunur. Başqa, ayrı, savayı, özgə, qeyri olur fərqləndirmə qoşmaları. Məsələn, başqa bir nümunə desək. Məsələn, bizdən qeyri heç kim yox idi. Məsələn, yox idi. Nə deyir bu? Bizdən qeyri. Görürsünüz, hala qoşulub. Yəni, bizdən başqa, bizdən ayrı, bizdən savayı. Bu da göstərir ki, bunlar fərqləndirmə bildirən qoşmalardır və bunları əzbərləmək məcburiyyətindəsiniz. Bu belə. Sonra uşaqlar, başqa sözünün indi amonimliyi də var. İndi bunu izah eləməyəcəm. Amonimlərlə bağlı ayrıca qeydlərimiz olacaq. Orada izah eləyəcəm. Çünki başqa sözü sifət kimi də işlənir. Onları sonra izah edəcəm sizə. Bu arada mən açar sözümüzü deyim. Açar sözümüz hədiyyə. Bir də uşaqlar bilin ki, fərqləndirmə qoşmalarından savayı,
ancaq qoşma kimi işlənir. Digər nitq hissələrindən hər hansı biri ilə amonimliyi səciyyəsi daşımır. Ancaq qoşma olur. Bax, ayrıdır, özgədir, qeyridir, başqadır. Bunlar sifət ola bilir. Amma savayı yalnız və yalnız qoşmadır. Bu belə. Gecə istiqamət bildirənlər. Baxın, bunlar uşaqlar istiqamət bildirən qoşmalardır. İstiqamət bildirir, tərəf də deyə bilər, yön də deyər, fərqi yoxdur da. Yəni necə deyim, o tərəfə doğru anlamını bildirir də, hər hansı bir istiqamətə doğru. Nümunələrinə gəlin baxaq. Məsələn, deyirəm ki, nə deyim, evə tərəf deməyim, məsələn, evə qarşı gedirəm. Evə qarşı gedir. Bura yerləşmir ona görə. Aha, evə qarşı gedir. Evə tərəf gedir deyə bilərəm. Olar. Evə doğru gedir deyə bilərəm. Olar. Evə sarı gedir deyə bilərəm. Olar. Deməli, bunlar nədir? Bir-birlərinin sinonimidir. Sinonim nədir uşaqlar? Bir-birlərini əvəz edə bilmək. Əvəz edə bilir. Aha, bunlar deməli sinonim qoşmalardır. Və nə bildirir? İstiqamət bildirir. Yəni, başqa tərəfə getmirəm ki. Küçəyə getmirəm, nə bilim, məktəbə tərəf getmirəm. Hara gedirəm? Evə tərəf. Evə doğru, evə qarşı, evə sarı. Və yaxud deyər ki, məsələn, sənə sarı döndü. Sənə tərəf, yəni. O anlam bildirir. Deməli, istiqamət bildirir. Amma desə, səndən sarı darıxmışam, bu artıq uşaqlar başqa məna bildirəcək. Səbəb, məqsəd anlamı, səndən ötürü anlamında. Səndən ötürü darıxmışam. Bu başqa şey olur artıq. Bunu qarışdırmayın. Aidlik məzmunu bildirənlər aiddir, məxsusdur. Bir də uşaqlar dair sözüdür. Bunlar da aidlik anlam bildirir. Məsələn, deyirəm ki, mənə dair suallarınız var. Məsələn, bu cümlə suallarınız varmı və yaxud. Bax, mənə dair, mənə aid, mənə məxsus deyə bilirəm, əvəz edə bilirəm sinonimləri ilə. Niyə əvəz etmirəm? Əlbəttə ki, əvəz edirəm. Məsələn, mənə dair, mənə məxsus, mənə aid. Deməli, bunlar nə bildirir? Aidliyi bildirən, bir-birlərini əvəz edən qoşmalardır, yəni sinonim qoşmalardır. Sinonimlər zaten uşaqlar eyni məna növünə aid olanları deyəcəyik biz. Eyni məna növü olmasa necə sinonim olur? Necə bir-birini əvəz edir? Təbii ki, olmur. Keçək uşaqlar sizlə qoşmaların sinonimliyinə. Əslində məna növlərini deyəndə əvəz etmələri sizə dedim əslində. Amma yenə də bir üstündən keçək, rahat olaq. Məsələn, birinci başlayaq nədən? Kimi qoşması. Kimi qoşması uşaqlar. Kimi, qədər, bir də tək sözləri ilə. Bir-birlərini əvəz eləyəndə bənzətmə anlayışı olur. Bənzətmə qoşması. Misal üçün, bir dənə nümunə deyəcəm hərəsinə. Deyirəm ki, uşaq kimi ağlama. Uşaq kimi ağlama. Bax, uşaq kiminin yerinə nə qoya bilərəm? Uşaq qədər ağlama. Və yaxud deyərəm ki, uşaq tək ağlama. Burada təbii ki, ayrı yazsam, uşaq təki deyəcəm. Çünki tək hecalı olduğuna görə sözə bitişi yazılmalıdır. Bu deməli nə bildirdi uşaqlar? Bənzətmə bildirdi, düz deyil. Gələk digər deməli sinonimliyinə. Qədərlə cacə söz uşaqlar. Uşaqlar, bu ikisində diqqətli olun. Qədərlə cacə, deməli, müqayisə anlamı yaradır. Məsələn, deyirəm ki, məsələn, nə deyərik? Məncə bilmirsən. Məncə bilmirsən. Bu biraz iki başlı cümlədir. Özüm qəsdən bu cümləni yazdım ki, sizə bunun izahını verim. Bax, məncə bilmirsəni kontekstdə iki formada verə bilər. Məsələn, biri var, mənim fikrimcə bilmirsən. O onda bir yerdə olur, bütöv şəkildə modal söz. Aydındır. Məncə, yəni mənim fikrimə görə deyirsə. Təbii ki, kontekstdən tapasınız siz bunu, mətnin özündəki mənadan. Amma uşaqlar, məncə bilmirsən, mən qədər bilmirsən anlamında verilsə. Yəni, belə deyim də, mən qədər müqayisə eləmiş olur. Bu zaman qoşma olacaq. Yəni, mən olacaq əvəzlik, qədər olacaq qoşma.
Yəni bu məqamlarda mütləq diqqətli olun. Bunu kontekstə görə tapa bilərsiniz. Təbii ki, əgər modal söz olsa özündən sonra vergül olacaq, qoşma olsa vergülümüz olmayacaq. Modal sözdə məncəni bütöv götürəsiniz modal söz. Qoşmada mən olacaq əvəzli c olacaq qoşma. Müqayisə bildirən qoşma. Çünki c-ni nə ilə əvəz etmiş olasınız? Qədərlə. Məncə, mən qədər. Bir də uşaqlar ilə lalənin cacə ilə sinonimli anlayışı var ki, məsələn, buna da çox tez-tez qarşımıza çıxan bir nümunəni göstərəcəm. Deyir ki, yol boyunca söyüdlər. Bu Təbrizim şeirində vardı. Söyüdlərin kölgəsində igidlər. Söyüdlər. Deməli, yol boyunca. Burada cacəni ilə ilə əvəz edə bilirəm də. Düz deyil, yol boyu ilə. Deyə bilirəm də. İndi bu n burada bitişdiricidir. Məsələn, bax belə deyirəm. Yol boyu ilə söyüdlər. Yəni yol boyunca. Bu nə bildirir uşaqlar? Bu da əslində məsafə bildirir də. Üzr istəyirəm, məsafə deyirəm, vasitə bildirir. Yəni yol boyu vasitəsilə o anlamı bildirir. Təbii ki, cacə ilə laləni bu şəkildə biz eyni anlamda vasitə bildirən qoşma kimi götürə biləcəyik. Zaten uşaqlar ikisi də vasitə bildirir də, birgəlik vasitə, bir-birinin sinonimidir. Yol boyunca, yol boyu ilə. Sadəcə cacənin bəzi məna fərqlilikləri var ki, yəni onlarda mənanı tutun da, məsələn, mən qədər bilmirsən, məncə bilmirsən, orada artıq nə bildirəcək? Orada bildirəcək müqayisə və yaxud deyir ki, dəryaca ağlın olsa, dərya qədər, məsələn, bura yazaq. Bir dəqiqə. Deyir ki, dəryaca ağlı yoxdur. Burada artıq nə bildirir? Bu müqayisə bildirir. Niyə? Bənzətmə bildirir çünki. Çünki bax, qədərlə əvəz edə bilirəm. Dəryaca ağlı yoxdur. Dərya qədər ağlı yoxdur. Bu avtomatik bənzətmədir. Yəni sən bunu birgəlik vasitə anlamında olan cacə götürə bilməzsən. Aydındır? Dərya ilə ağlı yoxdur deyə bilmirsən axı çünki. Bax, sinonimlik bu deməkdir. Sonra gələk digərlərinə. Məsələn, cacə elə ola bilər ki, uşaqlar görə ilə də əvəzlənsin. Məsələn, deyir ki, sözün quruluşca növləri. Bax, quruluşca növləri. Bax, burada cacə var. Cacə burada qoşmadır, şəkilçi deyil. Şəkilçiləşmiş qoşmadır da, belə deyək, amma özü bir nitq hissəsidir burada. Çünki bax, nə ilə əvəz edirəm? Quruluşca, yəni quruluşuna görə. Əvəz edə bildim. Deməli, nədir bu? Bu, burada olur qoşma. Yəni, istinad bildirir də, quruluşuna əsasən, quruluşuna görə növləri. Görəni həmçinin, bayaq mən sizə birini də demişdim. Görə əsasənlə bir-birini əvəz edirsə, olur nə? Yəni, əsasən görə ilə əvəz edirsə, olur qoşma. İstinad bildirən qoşma. Burada qeyd edək. Videonun əvvəlinə baxın, onlara nümunə vermişəm. Məsələn, deyilənlərə görə, məsələn, hava yağmurlu olacaq. Deyilənə əsasən. Görürsünüz, əvəz edirəm qoşmada. Amma deyirəm ki, əsasən Aynur dərsdən qalır. Yəni, əksərən, daha çox anlamında. Burada artıq olur modal söz. Burada da diqqətli olun. Sonra var uşaqlar üçün, görə, bir də var ötrü qoşmaları. Bunlar da səbəb məqsəddir. Bunları tapmaq rahatdır. Bir-birlərini əvəz edə bilir. Məsələn, sənin üçün gəlmişəm, sənə görə gəlmişəm. Sadəcə olaraq hallar dəyişir uşaqlar. Üçün, məsələn, adlı xalla yəli hala qoşulur. Sən, məsələn, desəm, Aytən üçün gəlmişəm, olur adlı xal. Aydındır. Aytən üçün. Aytən üçün. Bu olur adlı xala qoşulma. Amma desəm sənin üçün olur hansı hal? Yəli hal. Yəli hala qoşulma. Və yaxud desəm sənə görə, burada artıq görə olur yönlü hala qoşulmuş olur. Və yaxud səndən ötürü, deməli səndən ötürü olur çıxışlı hala qoşulmuş. Yəni burada özünüz də məntiqdən tapa bilərsiniz də. Ötürünü mən adlı xala qoşa bilmərəm axı, Aytən ötürü deyə bilmərəm axı, avtomatik ora dandan qoşmalıyam. Bunlar da səbəb məqsəd anlamında bir-birlərini əvəz edə bilən sinonim
qoşmalardır. Sonra var kimi qədər dək can-can qoşmaları var uşaqlar. Bunlar məsafə anlayışı bildirir. Deməli kimi qədər dək, bunlar üçün şəkilçiləşib. Can-can. Məsafə bildirir. Məsələn deyirəm ki, məsələn nə deyək? Kursa kimi, kursa qədər məni yola sal. Məsələn. Kursa qədər, kursa kimi, kursa can olsa belə olacaq. Baxın, bitişik. Çünki yazılış tərzi var da, təkcələr sözə bitişik yazılır. Aha, kursa dək. Baxın, belə olacaq. Kursa dək. Bu da təkcə olduğu üçün bitişik yazılacaq. Kursa dək məni, məsələn, ötür. Nə bildirir? Məsafə bildirir də. Bu da belə. Sonra tərəf doğru sarı istiqamət bildirənlər. Bunlar rahatdır, bir-birini əvəz edir. Evə tərəf, evə doğru, evə sarı. Məsələn yazaq. Baxın uşaqlar, tərəf doğru sarı. Məsələn, bir dənəsini nümunə deyəcəm. Məsələn, ev yazırıq. Bayaqdan başqa bir şey yazaq. Məsələn, yazıram ki, məsələn, dükana tərəf. Yazaq, dükana sarı. Dükana sarı, dükana tərəf, dükana doğru, dükana qarşı deyə bilirəm. Qarşı da olar da. Deməli, bunlar nədir? Sinonimlərdir. Sinonim qoşmalar. Aid, dair, məxsus. Məsələn, deyirəm ki, Aysuna aid. Kitab Aysuna aiddir. Aysuna dairdir. Aysuna məxsusdur. Deməli, nədir? Bir-birini əvəz edir. Əvvəl qabaqdan. Məsələn, səndən qabaq mən gəldim. Səndən əvvəl mən gəldim. Bunu da deyə bilirik. Səndən qabaq, səndən əvvəl deyə bilirik. Sonra, başqa qeyri-savaya özgə fərqləndirmə bildirir. Məsələn, deyirəm ki, Türkərdən savayı hamı buradaydı. Hamı burada idi. Burada idi. Baxın, Türkərdən savayı, Türkərdən özgə, Türkərdən qeyri və yaxud Türkərdən başqa deyə bilirəm, qutardı. Deməli, bir-birlərini əvəz edir, fərqləndirmə məzmunu yaradır. Keçək indi qoşmaların amonimliyinə. Aha, başlayaq birinci məsələn doğru qoşmasından. Bax, amonimliyi nədir uşaqlar? Amonim nədir? Deyiliş, yazılışı, yəni məna fərqli. Bax, doğru sözü biz sifətdə keçmişik də, düz deyil. Məsələn, deyirəm ki, doğru insan. Necə insan? Doğru insan. Ya da məsələn, doğru bənd, düzgün anlamında. Zərf də ola bilir. Məsələn, deyirəm ki, doğru danış. Baxın, doğru danış. Olur zərf. Necə danış? Çünki feilə aiddir. Olur zərf. Bir də təbii ki, qoşma kimi. Məsələn, deyirəm ki, küçəyə doğru get. Küçəyə tərəf anlamını bildirir. Bax, məsələn, doğru insan, tərəf insan deyə bilirəm? Yox. Əvəz edə bilmirəm. Deməli, bu tamam fərqli mənadır. Burada sifətdir. Necə insan? Doğru danış. Necə danış? Feilə aiddir. Zərfdir. Küçəyə doğru get. Küçəyə tərəf get. Küçəyə sarı get. Hala qoşulub, bu da olur qoşma. Bu. Sonra keçək məsələn, olsun hansı söz? Əvvəl sözü. Bax, əvvəl sözü. Bir qoşma olur, bir də zərf olur. Zərf kimi gəlin baxaq. Zərf kimi heç bir hala qoşulmur, zaman məzmunu yaradır. Məsələn, deyirəm ki, əvvəl onu görmüşəm. Baxın, nə deyir? Əvvəl, nə zaman? Zaman zərfi. Hansısa bir qoşma funksiyasını daşımır. Niyə? Çünki özündən qabaq hal yoxdur, boşluqdur. Amma bax, deyirəm ki, məsələn, Bəhruzdan əvvəl sən gəl. Bax, burada uşaqlar o vaxt qoşma olur ki, əgər hala qoşulur, təbii ki, yəni mütləq hala qoşulmalıdır öz yerində. Bir də Bəhruzdan məsələn, hansısa bir insan anlayışı, düz deyil, ondan sonra da, yəni o qoşmadan sonra da bir insan gəlməlidir.
ki, burada qoşma olaraq funksiyasını qorusun. Bax, məsələn, bayaq qapıdan sözünü deyirdi be. Dedim ki, qapıdan əvvəl sən gəldin. Sən girdin olsun məsələn. Bax, qapıdan əvvəl. Burada hala qoşulub, razıyam sizlə. Amma uşaqlar, bu əvvəldən sonra bu qapı kimi, qapının, necə deyim, qapı ümumi isimdə, düz deyil, cansız isimdə. Onun kimi bir isim gəlməyib axı burada, qapı ilə hansısa bir ismi əlaqələndirək. Ona görə burada əvvəl sözü olur zərf. Aydındır. Çünki əvvəlin yerini də dəyişirəm. Əvvəl qapıdan sən girdin. Bu o deyil, yəni boş çoxluq anlamında. İndi başqa bir nümunə desəm, eyni şəkildə qapıdan, bayaqki nümunəni fikir versiniz, təkrarlayıram. Qapıdan əvvəl, məsələn, mebel aldıq. Baxın. Bax, qapıdan əvvəl mebel aldıq. Burada dandənə qoşulub, burada qoşmadı artıq. Niyə? Çünki qapı və qapı kimi, yəni cansız əşya mebeli burada elə bir əlaqələndirirəm. Qapıdan əvvəl mebel aldıq. Bu da olur qoşma. Çünki bax, yerini dəyişə bilmirəm. Əvvəl qapıdan mebel aldıq. Olur, yox. Əvəz eləyə bilmirəm. Yəni, əvvəli əvvələ sala bilmirəm. Əvvəl qapıdan olmur. Bu da belə. Sonra, keçək digərlərinə. Məsələn, qabaq sözü. Məsələn, cümlələrə fikir verin. Bax, qabaq sözünün homonimliyi. İsim, sifət, zərf qoşma olur. Bax, qabaq xeyirli tərəvəzdir. Sual verirəm. Nə? Qabaq. Burada olur isim, ismin sualı. İndi baxaq. Qabaq tərəflər boşdur. Hansı tərəflər? Hansı nitq hissəsinin sualıdır? Sifətin. Deməli olur burada sifət. Sonra, qabaq tez-tez gedərdik. Nə zaman, nə vaxt, qabaq. Burada olur zaman zərfi. Sonra qoşma kimi. Deyirəm ki, üfləməkdən qabaq dilək tut. Görsünüz, hala qoşulub dandənə. Burada da olur qoşma. Nə zaman? Zaman bildirir də yəni. Burada nə zaman sualına cavab versə də bu uşaqlar zərf deyil. Bu hala qoşulduğuna görə qoşmadır. Deməli uşaqlar, homonimli ilə bağlı bir neçə sözə toxunacağam. Qalanlarını da təbii ki, siz özünüz test üzərindən tapasınız. Bax, doğru sözü. Sifət olur, zərf olur, qoşma olur. Doğru insan, necə insan. İsmi təyin eləyir, oldu sifət. Doğru danış, necə danış. Feilin yanındadır, oldu zərf. Doğru, bir də qoşma olur. Küçəyə doğru get, küçəyə sarı anlamında, küçəyə tərəf, yəni istiqamət bildirən qoşma. Bu homonimli idi. Sonra əvvəl həm zərf olur, həm də deməli qoşma olur. Bura qeyd etməmişəm, hə. Deməli, zərf olanda görürsüz özündən əvvəl hal yoxdur. Yəni deyirəm ki, əvvəl onu görmüşəm. Amma qoşma olanda bax, Bəhruzdan əvvəl sən gəl məsələn, bu formada olur. Bax, qapıdan əvvəl bayaq videonun ortasında izah eləmişdim, yenə deyirəm. Eyni məsələ. Qapıdan əvvəl sən girdin, əvvəlin yerini dəyişə bilirəm, əvvəl qapıdan sən girdin. Hə, deməli zərf olur. Amma qapıdan əvvəl mebel aldıq, əvvəl qapıdan mebel aldıq olmur. Ona görə olacaq burada qoşma. Yəni, burada əvvəl sözü qapıdana qoşulub, amma buradakı əvvəl qapıdana qoşulmayıb. Ona görə zərf olur. Tərəf, isim olur, qoşma olur. Siz tərəfə getdik. Fikir verin uşaqlar, bax, burada hal yoxdur. Siz tərəfə getdik, olur burada isim. Tərəf sözünə qoşulub hal şəkilçisi. Amma burada mənə tərəf gəl. Tərəf sözü özündən əvvəl yönlü hala qoşulub. Mənə tərəf gəl. Burada olur qoşma. Amma burada isim olur birincidə. Diqqətli olun. Tək sözü, sifət, zərf, qoşma, ədad. Tək daşdan divar olmaz. Bu olur, deməli, sifət. Bax, necə daşdan tək oldu sifət. Tək danışır, necə danışır? Burada feilin yanında deyə olacaq zərf. Quş tək uçur, quş kimi uçur. Bənzətmə qoşmasıdır, bitişi yazılır. Deməli, tək sən bunu bilirsən, yalnız sən bunu bilirsən. Bu anlamda da olur ədad. Sonra, kimi sözü həm qoşma, həm də qeyri-müəyyən əvəzlikdə keçmişik. Qoşma olanda ürəyə deyirəm, daş kimi olub, daşa bənzədir. Bənzətmə qoşması. Qeyri-müəyyən əvəzlik deyirəm ki, kimi qalxır, kimi enir. Burada olur, bilmirəm axı o kimdir. Olur qeyri-müəyyən əvəzlik. Qədər sözü. İsim olur. Qədərimiz bu imiş. Qədər alın yazısı yəni. Qoşma olanda mənim qədər bilməz. Yəni mənim kimi anladınız? Burada bənzətmə qoşmasıdır.
Sonra ilə lalə qoşma olanda çörəyi bıçaqla kəs. Görürsüz, çörəyə bıçaq və deyə bilmirəm. Və ilə əvəz edə bilmirəm. Amma bax, çörək ilə bıçaq stolun üstündədir. Çörək və bıçaq deyə bilirəm. Ona görə burada olur bağlayıcı. Sonra cacə ədat və qoşma olur. Bircə oğlum var. Burada bir saydı. Cacənin özü ədatdır. Say plus ədat yəni. Amma ikinciyə baxın uşaqlar. Deyir ki, məncə düşünə bilməzsən. Yəni mən qədər. Bu anlamdadır. Ona görə bənzətmə qoşmasıdır burada da. Yəni əvəzlik plus cacə burada qoşmadır. Əlavə. Sifət kimi olur. Əlavə dərs keçildi. Necə dərs? Əlavə qoşma olur. Səndən əlavə heç kim yox idi. Hala qoşulub görürsüz. Sonra ayrı sözü. Qoşma sifət zərf olur. Ondan ayrı yaşaya bilmərəm. Hala qoşulur, oldu qoşma. Sifət olanda ayrı mövzu keçdik. İsmi təyin edir. Necə mövzu? Olur sifət. Zərf olanda feilə aid olur. Ayrı yaşayacağam. Necə yaşayacağam? Aha, qeyri sözü sifət və qoşma olur. Qeyri şəxslər gəlməsin. Yəni başqa şəxslər gəlməsin, oldu sifət. Amma qoşma olanda səndən qeyrisinə inanmıram. Bu da olur qoşma. Çünki hala qoşulub. Başqa sözü. Başqa məhəllədə oluram. Hansı məhəllədə? Necə məhəllədə? Sifət. Amma Xaqandan başqa heç kim yoxdur. Dandənə qoşulub deyə olur qoşma. Sarı sözü. Sarı sifət olur, feil olur, qoşma olur. Sarı don aldım. Necə don? Sarı don təyin olur. Çünki ismi təyin eləyir sifət. Deməli nə deyir? Hə, qolumu sarı. Nə et sarı? Burada sarımaqdır uşaqlar. Sarımaq feili. Bir də deyirəm ki, sənə sarı gəlirdim. Sənə tərəf, sənə doğru. Bu da olur qoşma. Qarşı sözü isim, sifət, zərf və qoşma olur. Evin qarşısında yeri bildirir isim. Qarşı bina, hansı bina ismi təyin edir sifət. Qarşıda dayanıb, harada dayanıb olur zərf. Bir də deyirəm ki, virusa qarşı proqram. A burada nədir? Yönlü hal. Hala qoşulub olur, deməli qoşma. Özgə sözü. Sifət olur, qoşma olur. Özgələri bizdən danışır. Başqaları yəni. Yəni özgə adamlar. Sadəcə burada uşaqlar sifət isimləşib. Larilər sonra da təsirli yol qəbul edib. Qoşma kimi də sizdən özgəsi bilmir. Yəni sizdən başqası bilmir. Açar sözümüz həyat. Bu da uşaqlar oldu amonimlik. Bir də uşaqlar qoşmaların yazılış qaydası var ki, burada diqqətli olun. Ən önəmli məqam nədir? Təkhecalı qoşmalar sözə bitişik yazılır. Məsələn deyirdimi? Quş tək uçur. Təkhecalıdır deyə mən bunu ayrı yaza bilmərəm. Amma desəm quş tək uçur. Bax, ikihecalıdır deyə ayrı yazacağam artıq. Və yaxud digər cancəndir, dəkdir, cacədir, hamısına aiddir. Sözə bitişik yazılacaq çünki təkhecalıdır. Bu belə. Bir də uşaqlar ilə qoşması var ki, bunun tələffüzü ilə bağlı məqam var. Nandan tələffüz oluna bilir. Məsələn deyirəm ki, uşaqlarla düzgün danış. Düzgün, məsələn, danış. İndi uşaqlarla tələffüzünə baxın. Necə olacaq? Uşaqlarla. Aydındır. Nandan tələffüz olacaq. Uşaqlar, diqqət edəcəyiniz məqamdır. Bura 3 dənliyi də qoyum, diqqət edin. Atamla oynayım. Atamla. Lalə qoşmadı, nandan tələffüz olur. Atamdan küsmüşəm, atamdan küsmüşəm. İkisi də nandan tələffüz olunur. Bu tələffüz formanı verər, deyər, məsələn, bunu neçə cür düşünə bilərsən? Sən də deyəsən 2 cür. Bunu dandan hal şəkilçisi kimi də düşünə bilərəm. Lalənin tələffüzü kimi, qoşmanın tələffüzü kimi də düşünə bilərəm. Uşaqlar, hələlik bu qədər. Növbəti videolarımızda görüşənədək inşallah ki, sizin üçün faydalı olar.